Mənim fikrimcə Azərbaycanda Rusiya hakimiyyət çevriş etmək istəyib. Yəni mənim təəssüratım budur. Təhlilim budur. Mənim əlimdə indi bu məsələnin %100 sübut edə biləcək bütün faktlar yoxdur. Və məncə bu məsələlər barədə dövlət orqanlarına, o cümlədən dövlət başçısına müəyyən məsələlər məlumdur. Və məncə bu məsələlər barədə düşənbə görüşündə Putinin özünə də qoyulub ki, bu təyyarənin vurulması əlbəttə ciddi hadisədir. Təbii. Amma ondan daha ciddi siyasi və ekspansiya baxımından Rusiyanın həyata keçirdiyi burada təxribatların olması barədə dövlət orqanlarında böyük ehtimalla faktlar var və bu indiki bu 274 sonra o zorakı yolla hakimiyyət ələ keçirmək maddələri də heç də təsadüfi deyil. Və demək, bu konkret olaraq müəyyən bir məqamda belə görünən budur ki, Rusiyada bütövlükdə Putin və yaxud hər halda Putin komandasındakı müəyyən qruplar Azərbaycanda İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq demək barədə ən azı ssenarilər hazırlayıblar və həyata keçirmək istiqamətində ola bilsin addımladı. Bu baş tutmadı. Bunun da çox mühüm bir əsası oldu. Mən onları hatırlatmaq lazımdır. Bir, bu yuxarıda qeyd elədim. Bu məsələdə iqtidara münasibətindən və konkret dövlət başçısı Prezident İlham Əliyev münasibətindən asılı oynayır siyasi baxımdan. Azərbaycanın küllərində mütləq əksəriyyəti Rusiya bu təhdidi və təhlükəsi qarşısında bir milli müqavimət qoydu. İstəyir Azərbaycan daxilində, istər diasporada. Rusiyada hətta. Mən onu bir şey demişəm, Vacib Sadiqıma görə tez-tez təkrar edirəm ki, mənə Azərbaycanın indiki iqtidarına kifayət qədər müxalif, belə deyək ki, mövqedə olan insanlarımız orada Azərbaycanın təkcə yox, İlham Əliyevin üstündə davaya düşdü bazarda. Gəlib təhqir edirlər, məsələn, söz işlədirlər, söz atırlar və s. Bilirsiniz, bu Azərbaycanın müdafiə edir. Və bu milli birlik, bax bu, bunun Rusiyanın ola bilsin müvəqqəti olursa, heç vaxt əl çəkməyəcək bu məsələdə. Münasibətlər də heç vaxt əvvəlki kimi olan deyil. Ona görə də geri çəkilməyə vadar elədi.